Blok imtahanlarına hazırlaşan şagirdlər üçün bir sual. Göy ürgə asırqaldanmı zəhərlənmişdi? İsa Hüseynovun Zəhər əsərində. Cavabınızı müəyyənləşdirin. Yazın rəy bölməsinə hə, yox və yaxud da ehtimaldır kimi. Sonra keçək bizim cavaba. Asırqaldan zəhərlənmişdi, bəli, 100%. Yəni bunun heç o yan bu yanı yoxdur. Orada deyir ki, Meşəbəyi Mirqasım asırqalın iyini hiss elədi. Bildi ki, bu asırqaldandır. Bəs orada ehtimal nədə idi? Yəni ucu açıq buraxılan məsələ nədə idi? Onun asırqalı necə yeməsi? Axı bu burada bitən bir şey deyildi. Meşədə bitmirdi o. Bəs onu necə yemişdi? Ona kim vermişdi? Daşdəmir mi vermişdi? Yoxsa təsadüfən hardasa mı yemişdi? Necə yemişdi bu bilinmir. Amma asırqaldan zəhərlənməsi dəqiqdir. Yəni bu əsərdə atın zəhərlənib ölməsi bir növ o təbiətlə aparılmış paraleldir ki, necə ki təbiəti məhv edirlər, o boyda meşəni qoyurlar suyun altında, bir növ at da meşəbəyi də elə öz vəzifəsini başa vurur, bitirir. Və bir baxımdan Çingiz Aytmatovun Əlvida Gülsarı əsərini xatırladır bu əsər mənə. Orada da Tanabay və atı Gülsarı hər ikisi qocalır və bir növ öz missiyalarını yerinə yetirmiş olurlar. Müqayisəli formada onları oxuyub təhlil edə bilərsiniz. O da çox maraqlı əsərdir, tövsiyə edirəm.